Hər kəsə salam. Bugün sizinlə qızlarla yeməyə hazırlaşacağam. Bir yerə gedirsiniz, həm sadə geyinməlisiniz, həm də ki bahalı görsənməlisiniz. Onda bu makiyajı edin. Həyatım boyu nə anormallıqlar varsa həmişə məni tapıb, ya da ki mən onları tapmışam. Hər zaman düşünürdüm ki, həyat belə gətirir. Amma dünən dərk elədim ki, özümə o qədər anormallıqlar həyatıma qatırdım ki, həyatım maraqlı olsun. Və belə olmağım mənə ləzzət eləyir. 8-ci sinifdə oxuyanda mənim musiqi məktəbində bir imtahanım var idi və məni məktəbdən buraxmamışdılar. Mən də bir an belə düşünmədən hamının içində durdum və pəncərədən tullandım. Yəni pəncərədən tullandım çünki pəncərə 1-ci mərtəbədə idi onsuz da, musiqi məktəbinə çatmaq üçün. Bəli, bütün uşaqlar kimi dərsdən qaçdım. Sadəcə olaraq bunu hamının içində və göz qabağında elədim. Çünki drive-ı sevirəm. 4-cü sinifdə bir sinif yoldaşım oğlanı hansısa böyük sinif döymüşdü. Mən də əlimə yekə qalın taxta götürüb onun üstünə getmişdim ki, onu döyüm. Hətta qışqırmışdım ki, kişi sənsə bura gəl. Amma ki, o qaçmışdı. Bu xəsiyyətimin mənim başıma çox bəla gətirdiyini başa düşürdüm və bunu dəyişmək qərarına gəldim. Sağ olun.